Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bu günləri Allahın izni ilə, gücü və qüvvəti ilə olduqca mühüm olan bir məsələni xatırlatmaq istəyirəm. Uca Allahdan dilərəm ki, Allah subhanahu wa ta'ala danışmaq istədiyim, xatırlatmaq istədiyim bu məsələni həm özüm üçün, həm də sizlər üçün faydalı etsin. Danışmaq istədiyim məsələ o qədər mühüm olan məsələlərdəndir ki, subhanallah. Baxırsınız ki, bəzən müsəlmanlar Allaha dua edirlər, subhanahu wa ta'alaya. İstərsə, hər hansı bir müsibət baş verdikdə, çətinliklər olduqda, sıxıntılar gəldikdə, Allaha dua etdikdən sonra duanın cavabı gecikdikdə, İnsanlarda bəzən Allah haqqında, Allah qorusun, pis zənn oyanır. Əslində bu problemdir, Allah qorusun. Bunu aradan qalxızmaq lazımdır. Bəzən görürsünüz ki, bir qrup insanlar deyirlər ki, xəstələrim var, evimdə xəstə var, dua edirəm, duaya cavab gəlmir. Hansı ki, o evimdə olan xəstə şəfa tapmır. Və yaxud hər hansı bir sıxıntım var, bu aradan qalxmır. Və yaxud hər hansı bir yerlərdə nəylərsə baş verirsə, o qədər müsəlmanlar dua edir. Niyə görə cavab gəlmir? Bu cürə müxtəlif şikayətlər gəlir, subhanallah. İlk olaraq bilmək lazımdır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm duanın haqqında bizə xəbər verib əslində. Ki, Allah Rasulü sallallahu aleyhi və səlləm xəbər verib ki, dua etdikdə ola bilsin ki, duaya dərhal cavab gəlir və yaxud hər hansı bir sıxıntı, hər hansı bir bəla var idisə sənin üzərində, Allahın təqdir etdiyi, bu duanın nəticəsində səndən uzaqlaşır və yaxud da Allah subhanahu wa ta'ala sənin bu duanı qiyamət günə saxlayıb, axirət günə. Sən bil ki, yəqin olaraq sənin duan hər bir halda, hər bir üç halda nədir? Qəbul olunur. İstərsə Allah subhanahu wa ta'ala sənə dərhal versin, istərsə də bu dua ilə, bu duanın nəticəsində Allahın sənə təqdir etdiyi bir bəla aradan gedir, Allahın izni ilə. Və həmsinin Allah subhanahu ta'ala sənin üçün axirət günə saxlayıb, qiyamət günə saxlayıb. Yəqin bil ki, Allah subhanahu ta'ala sənin duanı eşidir. Yəqin bil ki, Allah sənin duanı eşidir. Mövzumuz nədir? Mövzumuz odur ki, belə demək olarmı ki, bu qədər dualar olunur, bu qədər insanlar Allaha əllərini qalxızırlar. Niyə görə cavab gəlmir? Məgər Allah subhanahu ta'ala bizimlə deyilmi? Və yaxud hər hansı bir dərsin öndə dediyim kimi sıxıntılar aradan niyə görə getmir? Bu cürlə olanda, subhanallah, şeytan da insana vəsvəsə eləyir, insanı Allah haqqında pis zənə salır. Pis zənə salır. Əslində, belə eləmək olmaz. İnsan hər bir halda Allah haqqında gözəl zəndə olmalı, subhanahu wa ta'ala. Bil ki, Allah subhanahu wa ta'ala sənin üçün xeyir istəyir, ey müsəlman. Hər şeydən öncə bilmək lazımdır ki, bütün məsələləri Allahın kitabına, Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsinə döndərmək lazımdır. Bütün məsələləri ora döndərdiyimiz kimi, elə bu məsələni də baxmaq lazımdır ki, biz bu məsələni nə cürə həll etməliyik, nə cürə çözməliyik. Bu məsələni nə cürə çözməliyik Allahın kitabı ilə və Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsi ilə, sallallahu aleyhi və səlləm. Bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala qullarına qarşı zülm etməz. Bu Allahın adillik sifətindən deyil. Bu haqda Allah subhanahu wa ta'ala kitabında xəbər verir. İnnəlləhə lə yəzlimun nəsə şeyə və ləkinnən nəsə ənfusəhum yəzlimun. Subhanallah, fikir verin, burada ayətdə Allah subhanahu wa ta'ala buyurur ki, Allah heç kimə zülm etməz. Allah insanlara, üzr istəyirəm daha doğrusu, İnnəlləhə lə yəzlimun nəsə şeyə. Orada ən-nəs insan sözünün cəmidir. Allah insanlara zülm etməz. Lakin insanlar özlərinə zülm edirlər. Bu birinci məsələ. Bu Allahın kitabında bir ayətdir. Sonra bilmək lazımdır ki, subhanallah, bu vaxtda danışacağım Allahın izni ilə. Başımıza nə gəlirsə, hər hansı bir müsibət, bu bizim üçün ola bilsin xeyirdir. Allah subhanahu ta'alədən bizim üçün xeyirdir. Hansısa günahlarımız burada təmizlənir, bizim üçün kəfarədir. Hansısa bir günahımızın kəfarəsidir. Və yaxud da nədir? Və yaxud da günahlarımıza görədir. Üzr istəyirəm. Ola bilsin ki, imtihandır.
İmtahandır Allahdan, Subhanahu Teala'dan ki, hansısa bir günahın kəffarəsi üçün. Və yaxud da özümüzün əllərimizlə qazandığımız günahların nəticəsidir. Əllərimizlə qazandığımız günahların nəticəsidir. Subhanallah. Quran-ı Kərimə baxanda, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə baxanda yüzlərlə, minlərlə hədisləri, ayətləri görürük ki, bu, hansı ki dediyim bu məsələ bunlara işarədir. Subhanallah. Baxın, bir günləri Əbul Abbas Əl-Məqrizi rahiməhullahın yanına bir kişi gəlir. Hansı ki bu qıssanı Əbul Abbas Əl-Məqrizi rahiməhullah Durarul Əl-Uqudi Əl-Fəridə kitabında zikr edir. Bir kişi gəlib ona deyir ki, ey şeyx, görürsən ki, insanlar nə qədər zülmə düçar olur, insanların başına müsibətlər gəlir, müharibələr, Allah qorusun, davalar, müsəlmanlardan ölənlər və bir də görürsünüz ki, qeyri-müsəlmanlar qalib gəlirlər müsəlmanların üzərində. Bunun səbəbi nədir? Bu qədər insanlar da dua edirlər. Bu qədər insanlar əllərini Allaha qalxızıb dua edirlər. Niyə görə müsəlmanlar qalib gələ bilmir? Niyə görə müsəlmanlar zülmə düçar olurlar? Məgər Allah Subhanahu wa Ta'ala bu cürlə edilən duaları, bu cürlə insanların etdikləri sürətlə, çoxlu şəkildə dünyanın hər bir yerində etdiyi duaları məgər eşitmirmi? Həşə. Belə bir sual verir Əbul Abbas Əl-Məqrizi rahiməhullaha. O da Subhanallah, həmişə olduğu kimi elm əhlinin cavabı fərqlidir. Və həmçinin orada bir hədisi deyir. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Da'vatul mazlumi leysə beynəhə və beynəllahi hicabun. Həmin o kişi Əbul Abbas Əl-Məqriziyə bunu ərz edir. Hansı ki hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, məzlumun, yəni zülm olunanın Allahla məzlumun arasında hicab yoxdur, pərdə yoxdur. Birbaşa Allah Subhanahu Taala onun duasını qəbul edər. Məgər ümmət zülmə düçar olmayıbmı? Və insanlar bu qədər dua edirlər. Bu duaları Allah Subhanahu Taala eşitmirmi? Belə bir sual verir Subhanallah. Təbiidir, ola bilər ki, insan bu cürə sual versin. Lakin Subhanallah, bunu danışmaqda məqsədim nədir? Məqsədim odur ki, baxın ki, o Rabbani alim rahmetullah aleyh nə cürə cavablandırır? Nə cürə cavablandırır? Buyurur ki, sən dediklərin hamısı doğrudur. Lakin bilmək lazımdır ki, o insanlar ki, zülmə düçar olublar, hansı ki, dualar edirlər, əllərini Allaha qalxızırlar, dualar edirlər, həmin o insanlar da zalimdilər. Firavan vaxtlarında, hansı ki, azadlıq vaxtlarında, hansı ki, belə deyək də, heç bir müsibət olmadıqları vaxtlarda, onlar özlərinə, öz nəfslərinə zülm edirdilər. Demək istəyir ki, Subhanallah, aramızda zalim yoxdur. Aramızda zalim yoxdur. Hamımız, üzr istəyirəm, aramızda məzlum yoxdur. Hamımız özümüzə zülm etmişik. Hamımız nəfslərimizə zülm edirik. Bilirsiniz niyə görə elə deyirdi? Bilirsiniz ki, Subhanallah, zülm də üç qismə bölünür. Birincisi, insanın özünə etdiyi zülm, bu da günahlardır. İnsan günah edəndə özünə zülm edir, öz nəfsinə. İkincisi, insana etdiyi zülm, başqa bir insana, Allah qorusun. Bir də insanın Allaha etdiyi zülm, bu da şirkdir. Bu da Allaha ortaq qoşmaqdır, Allah qorusun. Baxın, Əbul Abbas Əl-Məqrizi rahiməhullah nə cür gözəl yönəldir onu, nə cür gözəl onu irşad edir. Deyir ki, ey qardaşım, məgər insanlar azaltdıqda, Firavan vaxtlarında, hansı ki o müsibətlərin heç biri olmadıqda, Allahın dediklərini yerinə yetirirdilərmi? Yoxsa yox. Bunlar mühüm məsələlər, Subhanallah. Allahın haramlarından çəkinirdilərmi? Yoxsa yox. Buna başlayır, neynəyir? Bir neçə cümlələrlə qəşəng başa salır ki, onu məsələlər bu yerdə. Demək istəyir ki, aramızda məzlum yoxdur. Hamımız zalimıq, Subhanallah. Çünki o vaxtlar ki, hansı ki biz heç bir şey yox idi, heç bir müsibət baş verməmişdi. Həmin vaxtlarda biz Firavan vaxtlarımızda nə edirdik? Günahlar edirdik, Allaha asi olurduq, Allah'a qəzəbləndirici əməllər edirdik, haramlardan çəkinmirdik, halları yerinə yetirmirdik. Bax, bu şeylər olduğundan dolayı, bu Allah Subhanahu Teala'nın sanki nədir? Onlar üçün etdiyi bir üqubədir. O insanlar üçün bir cəzadır ki, insanlar ayrılsınlar. İnsanlar nədir? Ayrılsınlar. Sonra başqa bir məsələ, hansı ki İbrahim Əl-Ədhəm rahiməhullahın yanına bir qrup insan gəlir, toparlaşırlar onun yanına, deyirlər ki, ey şeyx,
ey şeyximiz, Allah subhanahu wa ta'ala Kur'an-ı Kerim'de haber verir ki وَقَالَ رَبُّكُمْ اُدُعُونِ اَسْتَجِبْ لَكُمْ Rabbiniz dedi ki, mənə dua edin, size cevap qaytaracağım. Deyirlər ki, وَنَحْنُ نَدْعُوهُ فَلَا يُسْتَجَابَ لَنَا Biz de Allah'a dua edirik. Lakin bize cevap gelmir. Subhanallah. Bize cevap gelmir. Bakın İbrahim el-Edhem rahmetullah aleyh deyir ki لَنَّ قُلُوبَكُمْ مَاتَتْ بِعَشَرَةِ اَشْيَا Çünkü sizin kalpleriniz 10 sebep ile ölmüştür. Elə ki İbrahim Edhem'in yanına gelir o insanlar deyirlər ki ey şeyhimiz Allah kitabında bize haber verir ki mənə dua edin size cevap qaytaracağım. Biz dua edirik Allah'a. Lakin bu cevaplar gelmir. Bakın Subhanallah alim ne deyir? Çünkü deyir kalpleriniz bu 10 sebep ile ölmüştür. 10 sebep ile ölmüştür. Gəlin indi baxaq görək o 10 sebep hansı sebeplerdir? Hansı sebeplerdir? Deyir ki en birincisi ennekum araftumullaha felem tuaddu hakkahu En birincisi deyir ki Allah'ı tanıdınız, hakkını vermediniz. Subhanallah. Vallahi bu cümleler hakkında oturup düşünmək lazım. Fikir verin, ne cürlə 10 dənə məsələni sayır. Gəlin indi herkesin öz nəfsinə baxsın. Herkesin öz nəfsini Allah'tan sonra yaxşı tanıyır. Ben bilirəm ki, mən nəyəm, mən kiməm. Hamı bilir ki, kimdir. Gəlin baxaq görək bu 10 məsələdə nə qədər faydalar var, subhanallah. Deyir ki, rahiməhullah, Araftumullahə fələm tuəddu haqqahu Allah'ı tanıdınız. Hamımız etiraf edirik, hamımız bilirik. Hamımız derik ki, Rabbimiz Allah'tır. Hakkını vermediniz. Yani hakkını vermediniz nedir? Allah'ın dedikleriyle əməl etmediniz. Belə deyək də bizim dildə desək, Allah'ın dedikleri bir yanda kaldı, siz de özünüz üçün başka bir hayat seçtiniz. Sonra buyurur ki, Peygamber sallallahu aleyhi ve sellemi sevdiğinizi iddia ettiniz. Lakin Peygamberin sallallahu aleyhi ve sellemin emirlerini yerine getirmediniz. Fikir verin. İlk Peygamberi sallallahu aleyhi ve sellemin sevgisini iddia ettiniz ki biz Peygamberi severik. Lakin onun emirlerini yerine getirmediniz. Şimdi gelin baxaq özümüzün de halına, ümmetin de halına. Ki biz hakikaten Allah Resulü sallallahu aleyhi ve sellemi sevgisini iddia edirik. Lakin biz Peygamber sallallahu aleyhi ve sellemin sünnetiyle əməl edirik mi? Peygamber sallallahu aleyhi ve sellemin sünneti məşrikdə, bizim əməllərimiz məğribdə. İllə mən rahmə Rabbi. Rabbimin rəhm etdiyi qullardan başqa. Sonra buyurur ki, rahiməhullah, qara'tumul Qur'ana və ləm ta'məlu bihi. Kur'an okudunuz, əməl etmədiniz. Kur'an okudunuz, ama əməl etmədiniz. Allah'ın kitabını okuyuruq, gece gündüz. Daha doğrusu Müslümanlar okuyurlar. Lakin Allah'ın kitabında olanlara əməl edirik mi yoksa yok? Bak burada sual işarəsidir. Sual vermək lazımdır ki, biz Allah'ın kitabında olanlara əməl edirik mi? Allah'ın halal etdiklərini halallaşdırıb, haram etdiklərini haramlaşdırırıq mı? Sonra buyurur ki, rahiməhullah, Əkeltum ni'metallahi və ləm tuaddu şükrəhə. Allah'ın nimetlerinden yediniz, layıkınca şükür etmediniz. Subhanallah, Allah'ın nimetlerinden yediniz. Allah bize ne kadar nimetler bəxş Subhanahu wa ta'ala. Biz o nimetlerden istifade ettikdə, yedikdə, içdikdə Allah'a layıkınca şükür edirik mi? Bak bu sualları sanki belə deyək də, elə bilin ki İbrahim Edhem rahiməhullah bizim karşımıza dayanıb bize deyir, herkesin özünü koysun o insanın karşısına. Elə bilin ki siz de o insanların içərisindeydiniz. Hansı ki o İbrahim Edhem'e şikayet eden insanların içərisindeydik siz de. Daha doğrusu biz de. Hamımız özümüzü bir anlıq fikirləşək ki bu nəsiyyətlər bize olur, üzbəyüz. Sonra buyurur ki Qultum inne şeytane aduvukum. Dediniz ki şeytan düşmənimizdir. Ama ona muvafık oldunuz. Ama ona nədir? Muvafık oldunuz. Yani bir mənada şeytanın vəsvəsələrinə uydunuz, Allah korusun. Şeytan insanlara ne emredir? Pislikleri emredir. İnsanlar da nedir? Rahat şekilde onu kabul edirlər, Allah korusun. Muvafık olurlar onların şeytanın fikrine. Sonra buyurur ki 6-cıda Qultum innekum muştaquna lil cenneti felem ta'melu leha. Dediniz ki
Cənnət haqdır. Onun üçün darıxmışıq. Lakin onun üçün əməl etmədiniz. Allahu akbar. Lakin onun üçün əməl etmədiniz. Sonra 7-də buyurur ki, Qultum innekum təxafuna minən-nar. Dediniz ki, cəhənnəm haqdır və ondan qorxuruq. Dediniz, lakin ondan ibrət almadınız. Ondan ibrət almadınız. Cəhənnəmin haqqı olduğunu dediniz. Lakin cəhənnəmin haqqı olduğundan ibrət almadınız. Subhanallah. 8-də buyurur ki, Qultum innel mevte haqqun və lem testa'iddu lehu. Ölüm haqdır dediniz. Ona hazırlaşmadınız. Ölüm haqdır dediniz, lakin ona hazırlaşmadınız. Sonra buyurur ki, Subhanallah, Subhanallah, 9-da buyurur ki, yuxudan durub insanların eyibləri ilə məşğul oldunuz. Öz eyiblərinizi unuttunuz. Yuxudan qalxan kimi, Allah qorusun, bəzi insanlar var ki, nədir? İşi gücü insanların eyibini açmaqdır. Lakin özünün eyibləri ilə məşğul olmur. Şeytanın da ən böyük hilələrindən biri budur ki, insana başqalarının eyiblərini xatırlatsın, öz eyiblərini unuttursun. Öz eyiblərini unuttursun. Sonra buyurur ki, Dəfəntum məvtəkum və ləm tə'təbiru bihim. Ölülərinizi bastırdınız, ondan ibrət almadınız. Ölülərinizi dəfn etdiniz, onlardan ibrət almadınız. Yəni bir mənada insan öldükdən sonra bir insanın ölməyi əslində Allah qorusun, ölüm xəbəri nədir? Orada çoxlu ibrətlər var. İnsan bunlardan ibrət almırsa, həmin o qəlblər Allah qorusun, xəstə qəlblər. O qəlbləri müalicə etmək lazım. O qəlblərin üzərində çalışmaq lazımdır. Subhanallah. Sonra bilmək lazımdır ki, başımıza gələn bu müsibətlər hamısı özlərimizin, əllərimizlə qazandığımız günahların nəticəsidir. Vallahi. Bu Allahın Subhanahu wa Ta'la'nın vədidir. Allah Subhanahu wa Ta'la Rum surəsinin 41-ci ayəsində buyurur ki, Zaharal fəsadu fil bərri vəl bəhir bimə kəsəbət əydin nəs liyuziqahum ba'dallezi amilu la'allahum yarci'un. Fikir verin. İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir. İnsanların, fikir verin, vallahi Allahın ayətləri açıq-aşkardır. Açıq-aşkardır, subhanallah. İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, fikir verin, Allah onlara etdiklərinin bir qismini daddırsın, subhanallah. Bəlkə onlar haqqa qaydalar. لِيُذِيقَهُمْ بَعْدَ الَّذِي. Allah subhanətələ deyir ki, bə'd sözü biraz, bir qismini. Bir qismini daddırsın ki, bəlkə onlar nədir? Allah'a qaydalar. Tövbə eləyərlər, əməllərinə, pis əməllərinə son qoyarlar. Fikir verin, subhanallah, insanların etdiklərinə görə, hansı ki o zülümlər edirlər, insanlar günahlar edirlər, Allah'a qarşı asiliklər, günahlar, bidətlər, küfürlər, şirklər. Bunlara görə Allah subhanətələ insanları cəzalandırsaydı, yeryüzündə heç kim qalmazdı, Allah'a akbar. لِيُذِيقَهُمْ بَعْدَ الَّذِي. İnsanlara Allah subhanətələ deyir ki, etdiklərinin bir qisminə görə, subhanallah, cəzalandırır ki, Allah subhanətələ nədir? لَعَلَّهُمْ يَرْجِعُونَ. Vallahi subhanallah, Allah nə qədər rəhimlidir, nə qədər mərhəmətlidir. Burada da bizim üçün xeyir var. Bəlkə qaydasınız. Allah subhanətələ istəmir zülüm eləsin. İstəmir ki, həlak etsin. İstəmir ki, o insanlar məhv olsunlar. Allah subhanətələ sadəcə olaraq nə edir? İnsanları ayıtmaq üçün, bəzən onları ayıtmaq üçün, bəzi əməllərlə onları başa salmaq istəyir, subhanahu wa ta'ala. Həmçinin Əbu Bakr radiyallahu anhun qızı Əsmə radiyallahu anhə. Fikir verin, subhanallah, sələflərin halına radiyallahu anhum. Vallahi bu danışdıqlarım ola bilsin ki, bəzi insanlara xoşuna gəlməsin, bəzi insanlar barışsınlar, bəzi insanlar barışmasınlar. Lakin bunlar bir həqiqət, bunlar bir vaqiət. Bunları başa düşmək lazım. Ancaq sələfi mənhəcində olan, ancaq Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinin mənhəcində olan insanlar bunu rahatçılıqla başa düşürlər. Anlayırlar ki, söhbət nədən gedir? Əsmə radiyallahu anhə başı ağrıyanda, baş ağrısı, hamımızda olur da, əlini başına qoyurdu. Bilirsin, nə edirdi? Bu ayəni oxuyurdu. وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ. Subhanallah. وَيَعْفُ عَنْ كَثِيرٍ. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahların üzündəndir. Subhanallah. Bundan açıq-aşkar
Nə ola bilər? Bundan açıq-aşkar Allah Subhanahu nə cür xəbər versin bizə? Deyir ki, başınıza gələn hər bir müsibət, yəni Əsmə radiyallahu anhə, görün nə cür faqihə idi radiyallahu anhə, nə cür ağıllı, zəkalı bir qadın idi. O bilirdi ki, onun başına gələn o baş ağrısı özünün əlləri ilə qazandığı günahlara görə. İndi burada bir dənə də məsələ var. Əsmə, subhanallah, sahabə idi radiyallahu anhə. Görün kimin qızıydı? Sıddıqın qızıydı. Sıddıqa radiyallahu anhə, radiyallahu anhə. Deyir ki, وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ Əlini başına qoyub bu ayəni oxuyurdu. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. Subhanallah. Allah günahların çoxunu bağışlayır. Yəni Allah Subhanahu taala etdikləriniz əməllərə görə sizi cəzalandırmır. Bu günləri yaraşarmı ki, bizlərdən birimiz deyək ki, dualar edirik, dualarımıza cavab gəlmir. Əlbəttə ki, dualarımıza cavab gəlməyəcək. Çünki biz özümüzü ittiham etmirik. Sən çalışma ki, Rəbbini ittiham edəsən. Hər şey Allah qorusun. Çalış özünün nəfsini ittiham eləsən. Başına nə gəlirsə, özünü ittiham elə ki, bu sənin özünün üzündəndir. Sonra Həsən Basri rahiməhullahın hadisəsi, qıssası hansı ki mərufdur. Həccac ibn Yusufun vaxtında insanlar gəlirlər Həsənin yanına, radiyallahu anh, rahiməhullah Həsən Basri. Bildiyiniz kimi Həsən Basri böyük tabeinlərdən və həmçinin Ali ibn Əbu Talibin tələbələrindən idi, rahiməhullah. İnsanlar gəlib ona şikayət edirlər. Deyirlər ki, Həccacin zülmü haqqında. Fikir verin, subhanallah. Həsən Basri yaxşı orada 2 dənə cümlə işlədir onlara. O insanlar ki, onun yanına gəlirlər, şikayət etməyə Həccacdən. Deyir ki, əgər bu başınıza gələnlər, daha doğrusu bu başımıza gələnlər, Həsən Basri deyir, günahlara görədirsə, bizim günahlarımıza görədirsə, günahlar qılınclarla qarşılanmaz. Yəni, günahlar, siz qılınc götürüb nə eləmək istəyirsiniz? Həccəcə qarşı çıxmaq istəyirsiniz, Həccəci aradan götürmək istəyirsiniz. Belə deyək də, yerlə yeksan etmək istəyirsiniz. Lakin bizim bu başımıza gələnlər, əslində ağıllı insanlar bu cür fikirləşməlidir, subhanallah. Bu bizim günahlarımıza görədirsə, bu günahlara görə başımıza gələnlər qılınclarla ona qarşı çıxma olmaz. Yəni, günahlarsa nə etmək lazımdır? Bilmək lazımdır, bu qılınclarla bu aradan getməyəcək. Aradan bu qılınclarla getməyəcək. Deyir ki, amma imtihandırsa, səbr etmək lazımdır. Subhanallah. İmtihandırsa, səbr etmək lazımdır. Bu da sələflərin mənhəci olur, həmişə. Başına gələn günaha görədirsə, günaha sən nə cür dəf eləyə bilərsən, subhanallah. Qılıncla dəf olunmayacaq. İmtihandırsa, səbr eləmək lazım. İmtihandırsa da nədir? Səbr etmək lazım. Sonra Ali ibn Əbu Talib və İbn Abbas radiyallahu anhumə, Allah onlardan razı olsun, hansı ki varid olub onlardan gözəl bir söz deyirlər, subhanallah. Deyir ki, mə nəzələ bələun illə bidənbin. Diqqət edin, subhanallah. Mə nəzələ bələun illə bidənbin. Göydən bəla nazil olmaz. Göydən bəla nazil olmaz. Bəla nazil olarsa, bu günahlara görədir. Heç vaxt göydən bəla nazil olmaz. Fikir verin, subhanallah. Baxın, bu Rabbanilikdir. Bu nədir? Bu Rabbanilikdir, Allahu Akbar. Ali ibn Əbu Talib deyir ki, radiyallahu anhu, heç vaxt göydən bəla nazil olmaz. Bəla nazil olursa, bu günahlara görədir. Yaxşı, bunun ilacı nədir? Deyir ki, وَلَا رَفَعَ إِلَّا بِتَوْبَ Heç vaxt o günahlar, o bəlalar qayıtmaz, ancaq tövbə ilə. Tövbə səbəbi ilə qayıtar. Yəni bir mənada bəlalar nazil olub, Allah qorusun, insanların üzərinə. Bu bəlalar da nədir? İnsanların günahlarının üzündəndir. Allah qorusun. Günahlara görədir. Və bu bəlalar haçana kimi qalacaq bizim üzərimizdə? O vaxta kimi ki, biz özümüzü islah edənə kimi. Özümüzü islah etsək, Allaha tövbə etsək, istərsə fərdi olsun, istərsə ümumi olsun, insanlar özlərini islah eləməsələr, insanlar Allaha dönməsələr, tövbə etməsələr, bu bəlalar ilə həmişə qalacaq belə, Allah qorusun. Fikir verin, deyir ki, وَلَا رَفَعَ إِلَّا بِتَوْبَةٍ Və heç vaxt qayıtmayacaq, heç vaxt qalxmayacaq o bəlalar, ancaq nədir? Tövbə səbəbilə. Tövbə etsəniz, Allaha dönsəniz, Allah Subhanahu taala bu bəlalar sizin üzərinizdən qalxacaq. Sonra barakallahu fikum,
Allah Subhanahu wa Taala Qudsi hədisdə xəbər verir. Hədis uzundur. Bizə lazım olan şərh hissəsini oxuyacağam. Allah Subhanahu wa Taala xəbər verir ki, ilahi hədisdə: "Fəmən vəcədə xayran felyahmədillah." Kim xeyir taparsa, Allaha həmd etsin. Kim xeyir taparsa, Allaha həmd etsin. Bilsin ki, bu Allahdandır. Bilsin ki, bu Allahdandır Subhanahu wa Taala. Sonra buyurur ki: "Və men vəcədə gayra zəlikə fələ yelumenne illə nəfsəhu." Kim də bundan başqasını taparsa, öz nəfsindən başqa heç kimi qınamaz. Deməli, Qudsi hədisdən görürük ki, Allah Subhanahu Teala bizə bildirir ki, xeyir tapsanız, xeyrə nail olsanız, bilin ki, bu nədir? Allahdandır. Çünki bütün xeyirlər Allahdandır Subhanahu Teala'dan. Və mən vəcədə qayrə zəlik. Subhanallah. Kim də bundan başqasını taparsa, fələ yəlumənə illə nəfsəhu. Öz nəfsindən başqa heç kəsi qınamaz. Deməli, hər hansı bir müsibət baş verdikdə, hər hansı bir sıxıntı olduqda, duaların cavabsız qaldıqda, bil ki, sən özün etmirsən bunu. İyyəkə iyyək. Nə badə nədir? Nə badə Allahı ittiham etməsin. Subhanallah. Bu Allah haqqında suizəndir. Bu Allah haqqında pis zəndir. Qul, həqiqi qul Allahın qulu. Heç vaxt belə eləməz. Quldan nə eləməlidir? Deməli ki, Allahdandır. Hər şeyin yaxşıların hamısı Allahdandır. Subhanahu teala. Sonra barakallahu fikum, Allah Subhanahu teala kitabında xəbər verir ki, insanlar və yəni istərsə insanların cəmi olsun, istərsə tək insan. Buyurur ki, İnnallaha la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim. Allah bir qövmü dəyişməz, o qövm özünü dəyişməyincə. Allahu akbar. Allah bir qövmü Subhanahu teala heç vaxt dəyişməz. O qövm özünü dəyişməyincə. Yəni bir mənada o qövm Allaha qayıtmayınca, Allaha tövbə etməyincə, Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinməyincə, Allah heç vaxt o qövmü dəyişməyəcək. Hətta o qövm nədir? Özünü dəyişməyənə qədər. Vallahi, bəzən bu cürə danışanda bəzi insanların acığına gəlir. Deyir ki, belə deyək də, həmişə belə söhbətlər edirsiniz, həmişə belə danışırsınız. Elə bu cürə danışılmalıdır. İnsanları bu cürə öyrətmək lazımdır. İnsanlar özlərini, öz nəfslərini bu cürə tərbiyələndirməlidir ki, etdiyimiz bu əməllər özümüzə görədir. Başımıza gələn bütün müsibətlər hamısı bizim günahlarımızın səbəbindəndir. Hamısı bizim günahlarımızın səbəbindəndir. Subhanallah, sələflər günahlardan nə cürə qorxurdular. Omar ibn Xattab radiyallahu anhu, diqqətli olun, ordunu hazırlayır, yəni döyüşçüləri hazırlayır, bir məntəqəyə göndərmək üçün. Ordu düzülüb düşünün ki, Omar radiyallahu anhu çıxır ordunun qabağına. Bilirsin onlara nə deyir? Deyir ki, La təxafu min aduvikum, xafu min zunubikum. Subhanallah. Deyir ki, onları yola salır. Onları yola salır ki, ordunu döyüşə yola salır. Döyüşməyə. Onlara gör nədir? Deyir ki, düşmənlərinizdən qorxmayın, deyir. Günahlarınızdan qorxun, deyir. Subhanallah. Yəni, siz ey ordu, onsuz da qalib gələcəksiniz. Allahın dediklərini yerinə yetirsəniz, Muhammedin sallallahu aleyhi ve sellemin dediklərini yerinə yetirsəniz, onsuz da qalib gələcəksiniz. Amma nə badə? Yəni bir mənada Omarın radiyallahu anh dediyini şərh edin. Nə badə günah eləyəsiniz. La təxafu min aduvikum. Nə badə deyir? Düşmənlərinizdən qorxasınız deyir. Xafu min zunubikum. Günahlarınızdan qorxun deyir. Subhanallah. Günahlarınızdan qorxun ki, başınıza gəlsə nəsə, qalib gələ bilməzsiniz. Məğlub olsanız döyüşdə. Bilin ki, nəsə günah eləməz. Allahu akbar. Allahu akbar. Son olaraq, barakallahu fikum, sizi çox yormuyum. Ola bilsin kimsə sual verər ki, məl ilad, yəni bu məsələlərin ilacı nədir? Bu məsələlərin çözümü nədir? Nə cür etməliyik? Nə cür etməliyik ki, bu məsələləri tam başa düşək? Və hansı ki, bu suallar bizdə oyanmasın, yaranmasın. Hansı ki, biz, belə deyək də, həyatımızı yaxşı şəkildə yaşayaq. İlacı odur ki, Allaha dönmək. Allaha dönmək. Tövhidi və sünnəti təhqiq etmək. Tövhidi sünnəti nədir? Təhqiq etmək. Bütün xeyirlər tövhidin üzərindədir. Bütün xeyirlər sünnət üzərindədir. Yəni, tövhidi və sünnət təhqiq etmək odur ki, Allahı təkləşdirmək, Subhanahu teala. Übudiyyəni möhkəmləşdirmək. Tövhidi yaxşı öyrənmək lazımdır. Vallahi, tövhidi bilməməzlikdəndir bu suallar əslində. İnsanlar hansı ki deyirlər ki, nədir? Başımıza bu müsibətlər gəlir, dualarımız qəbul olunmur, sıxıntılar aradan getmir. Tövhidi möhkəm olan insanlar heç vaxt bu sözlər deməzlər.
Tövhidi yaxşı öyrənmək lazımdır. Yəni Allahın təkliyini, Allahın rububiyyəsini, uluhiyyəsini, ad və sifətlərini yaxşı şəkildə öyrənmək lazımdır. Və bir də ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini. Bütün xeyirlər hamısı Peyğəmbərin sünnəsindədir sallallahu aleyhi və səlləm. Vallahi, billahi, tallahi. Bu danışdıqlarım var, ancaq bunu sünnət əhli, sünni olan insanlar, yəni bir mənada sünnətə tabi olan insanlar bilərlər. Bunu ancaq sünnətə tabi olan insanlar bilərlər ki, Allah Resulü sallallahu aleyhi ve sellemin sahabeləri radiyallahu anh, hamısı bu mənhəc üzərində olublar. Vallahi ki, bu danışdıqlarım birbaşa sahabələrin mənhəcidir. Sonradan insanlar gəlirlər, nədir? Şikayət edirlər, filan şey belə oldu, filan şey belə oldu, niyə görə bu baş verdi, niyə görə bu baş verdi? Heç kim, subhanallah, insanların təbii olaraq, belə deyək də, təbiətlərində belə bir şey var ki, xislətləri var ki, heç kim öz nəfsini qınamaq istəmir. Heç kim özünü ittiham eləmək istəmir. Qardaş, hər hansısa bir başına bir şey gəlibsə, öz nəfsini qına, Allahu akbar. Bil ki sən, Allahu akbar, yerlərin və göylərin sahibi olan Allahı qəzəbləndirmirsən. Allahı qəzəbləndirmirsən, vaxtı ilə hər hansı bir əməlində, Allah da sənə cəza olaraq, üquba olaraq bu bəlanı göndərib. Bunun başqa yolu yoxdur. Yəni 2 üstə gəl ki, 4 eləyir. 2 üstə gəl ki, 4 eləyir. Yəni kimsə desə ki, 2 üstə gəl ki, 5 eləyir. Bunu ya riyaziyyat elmindən xəbəri yoxdur, ya da ki, nədir? Bu məsələləri başa düşmək istəmir. Ona görə nədir? Ona görə əziz qardaşlarım, barakallahu fikum. Çalışmaq lazımdır ki, nədir? Çalışmaq lazımdır Allah haqqında gözəl zəndə olmaq. Çalışmaq lazımdır ki, insanın başına bir şey gəldikdə, nədir? Özündən görsün. Allah ittiham eləməsin, Allah qorusun. Allah ittiham eləmək olmaz. Bir müsəlmana yaraşmaz ki, desin ki, niyə görə belə olur, niyə görə belə olur. Hər bir halda Allah Subhanahu taala hamımızın günahlarımızı bağışlasın. Allah hamımıza mərhəmət eləsin, rəhm eləsin. Dünyanın arasındakı müsəlmanlar var, onlar əziyyət çəkirlər, sıxıntılardadırlar. Allah onların sıxıntılarından qalxasın, Subhanahu taala. Allah bütün müsəlmanlara yardım eləsin. Yəni, unutmaq lazımdır ki, Allah Subhanahu taala günahları bağışlayandır, rəhimlidir, mərhəmətlidir. Lakin bir şərtlə ki, özümüzü də unutmayaq. Özümüzü də unutmayaq ki, başımıza gələnlər hamısı özümüzün əllərimizlə qazandığımız günahların nəticəsidir. Allahdan dilərəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Subhanahu taala bizi danışdıqlarımızda, sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullarından etsin. Subhanakallahumma bihamdika, əşhadu an la ilaha illa ente, estağfiruka və etûbü ileyk.